Hər kəsə salam. Bugünkü vloqumu belə gözəl güllərdən başlamaq istəyirəm. Çünki bugün 8 martdır və mənim bacımın qızı mənə bu gülləri hədiyyə etdi. Mənim ən sevdiyim yaz güllərindən biri budur mimoza və may ayında yasəmən gülləri çıxır və onları da çox sevirəm. Gülləri mən həmən dəqiqədə suya qoyuram və indi sizə göstərəcəm. Biz bu 8 marta qardaşımın uşaqları üçün belə balaca hədiyyələr elədik və biri də uşaqlar öz nənələri üçün eləyiblər. Deməli, bu çaşkalardır. Çaşkaların üstündə biz seçmişik gözəl onların şəkillərini və sifariş etmişik. İndi isə mən kuxnanı yığışdırmaq istəyirəm. Çoxdandır kuxnaya əl gəzdirməmişəm. Əslində mən hər həftə bir dəfə bu mebellərin üstünü silirəm, amma ki yağ ləkələri nə qədər olsa da, nə qədər silsək də yağlar qalır bu kafelin üstündə və stoleshnisanın üstündə mütləq qalır və çoxdan da mən deməli bu vıtyaşkanı yumamışam və gördüyünüz kimi sapsarı saralıb. Və ümumiyyətlə bu yağları heç olmasa ayda bir dəfə belə qəşəng mükəmməl silinməsə öz-özünə həftədə hər həftə silsən də belə qəşəng keçmir. Çünki yeməyi biz hər gün bişiririk, amma belə mükəmməl silə bilmirik, hər gün çatdıra bilmirik. Və mən bu setkanın üstünə belə qəşəngcə yağ çözücünü qəşəng belə sıçrayıram və saxlayıram. Bu çox gözəl yağ çözücüdür, düzdür. Bunun bir böyük mənfi cəhəti var ki, bəzi belə dəmirlərdə ləkə qalır, ağarır. Amma yağı çox gözəl aparır. Amma bu setkalarda heç nə qalmadı, qəşəng silindi. Gördüyünüz kimi elə mən üstünə belə yağ çözücünü eləyərək belə yağlar tökülür. Və biraz da buralara bu stol üstünə də eləyəcəm və kafelə də eləyəcəm ki, oradakı yağlar da qəşəng silinsin. Bu isə şkafın altıdır. Qaz olan yerdə, düz qaz peçin üstündə şkafın altına belə yağlar sıçrayır. Ən xoşlamadığım bir şey nə qədər səliqəli, nə qədər çalışsan da ki, elə bişirəsən ki, buralara yağ getməsin, sıçramasın, amma yenə də bu mümkün deyil. Tam bunu etmək mümkün deyil və gördüyünüz kimi buraları da yağ çözücünü vurmuşam və indi də şotka ilə belə qəşəng silirəm. Bu isə stoleshnisadır. Stoleshnisanın üstündə biraz şotkalayacağım belə gözəl və sonra bütün hamısını qəşəng təmiz əski ilə üstündən siləcəm ki, burada heç bir dərmandan heç nə qalmasın. Çünki bu ximiyadır və burada biz yemək bişirdiyimizə görə bura təmiz olmalıdır. Əslində ev yığışdırmaq mən çox xoşlayıram. Sadəcə olaraq gərək evdə heç kəs olmasın və məni təkcə qoysunlar ki, təmiz tələsmədən və həvəslə bunu edim. Amma ki, gələndə uşaqlar bir tərəfdən, nəsə başqa işlər bir tərəfdən töküləndə və fikirləşirsən ki, tez-tez bunu yığışdırasan ki, sonra da yemək bişirəsən, uşaqlara yemək verəsən, ya hansısa başqa istəklərini yerinə yetirəsən, bu biraz çox çətindir. İndi isə mən bu setkaları da qəşəng şotkalayacağım. Çünki xeyli vaxt keçib və gördüyünüz kimi şotkalayan kimi hamısı qəşəng təmizlənir. İndi isə üstündən də su açacağım ki, qəşəng bu su aparsın bütün bu dərman vasitələri və yuyucu vasitələri və olacaq gözəl təptəzə. Elə bil ki, təzə alınıb. Və mütləq mən nəsə iş görəndə mən xoşlayıram ki, bu arada televizorda nəsə yandırım. Əsasən çox vaxtı mən nəsə elə videolar yandırıram ki, ona qulaq asım və işimə lazım olan ya nəsə bir
oradan lazımlı bir xeyirli bir informasiya götürüm, vaxt elə belə getməsin. Ona görə indi də hal-hazırda düzdür bu dəfə adi bir kinoya baxırdım və fonda o kino gedir və mən yığışdırıram. Belə demək olar ki, həm kinoya baxıram, həm də yığışdırıram. İndi isə Stalish İnsan üstündə bir neçə dəfə təmiz əski ilə siləcəm və baxın nə qəşəng, gözəl, təmiz oldu. Elə bil ki, təzə alınıb. Və bir dənə peçi qalıb silmək, onu da indi siləcəm. Bilmirəm sizdə necə, peç məndə hər dəfə çox pis çirklənir, çünki burada təkcə mən yox, uşaqlar da bişirir nələrsə. Bizdə tək yemək bişirən mən deyiləm. Düzdür, əsas yeməkləri mən bişirəm, amma uşaqlar da özləri üçün istədiyi bir şeylər bişirə bilir və yüngülvari nəsə bişirirlər və конечно, uşaqlar böyüklər kimi qəşəng, səliqəli eləyə bilmirlər. Amma yenə də mən onlara heç nə demirəm, çünki onlar da öyrənməlidirlər yavaş-yavaş nələrsə özləri etməli və mən hardasa olanda onlar da ac qalmasınlar. Biraz özlərinə qulluq eləyə bilsinlər və sərbəst olsunlar. Bu peçin bəzi yerlərini nə qədər silsəm də artıq tam belə qəşəng silinmir. Çox təəssüf, amma yenə də çalışıram ki, təmiz olsun. Və gördüyünüz kimi işlərimi bitirdim və indi çatdı vaxt yemək bişirməyə. Və indi istəyirəm biraz krabovi salat düzəldim. Bu salatı çox xoşlayırıq və bu salat çox rahat və tez olunur. Və bu arada mənim balacam gəldi ki, ona da biraz yumurta verim. Çox xoşlayır yumurta, qaynamış gördüyünüz kimi dayanıb burada mənimlə yeyir. Deməli, mən bu salata yumurta qatıram, kukuruza qatıram, sonra da qaynadılmış düyü və krabovi paloçkalar. Vəsə, bir də axırda mayonez, duz istiyor zövqə görə. Amma internetdə bu salatın növbənöv reseptləri var və siz nəsə əlavə edə bilərsiniz ya da bunlardan nəyisə istəmirsinizsə qatmaya bilərsiniz. Məncə salat yenə də dadını itirməyəcək. Hər adamın zövqünə görə gözəl olacaq. Хорошо, завтра. В некоторых вариантах огурец, в некоторых сыр, но мы не добавляем. Принеси.
глаза, ты все равно накладываешь. Старый был. Принеси, закончим. Ладно, надо еще? Да. Давай. Beləcə tez salatı bişirib qurtardım. İndi isə istəyirəm biraz balıq bişirim. Mən balıq çox xoşlayıram. Bu balığı bizim evdə uşaqlar da çox xoşlayır. Ona görə bu balığa üstünlük verdim bu gün də. Amma belə bizdə balıq çox xoşlayırlar. Həm sveji, həm belə, həm də kapçoni balığı. Bu gün isə skumbriyanı istədim. Biraz qızardım. Və ona görə skumbriyanı təmizləyəcəm, kəsəcəm. Ədviyyatları qatacam. Duz, istiot və balıq üçün xüsusi ədviyyatlar satılır. Marketlərdə olur. Ondan da qatacam. Onu qatanda daha çox dadlı olur. Və beləcə təmizlədim, yudum və indi də başlayacağam bu balığı balaca kusoklara belə kəsib paylayacağam. Sonra da adicə belə unun içində o yan bu yan una batırıb qoyacağım qızartmağa. Balıqdan əvvəl isə mən istədiyim kotlet qızardım. Çünki balıq soyuyanda gözəl olmur. Ona görə balığı qızardan kimi stola qoymaq istəyirəm. İndi isə mən birinci deməli Kiyev kotletlərini qızartmaq istəyirəm. Beləcə bol yağ tökürəm və yavaşca odda istəyirəm bu kotletləri o tərəf bu tərəfini qızardım və krışkasını bağlayıb içi də bişənəcən saxlayacağam. Kotletlər bişənəcən mən də bugün hər yeri yığışdırandan sonra çayniklərin üstü qalmışdı. Ona görə də dəm çaynikini belə qəşəngcə sürtüb, təmizləyib, yuyub çay dəmləyəcəm və su çaynikini də yuyacam. Hər ikisini yuyacam ki, hər ikisi təmiz, gözəl olsun və belə bir xoş, qəşəng bir çay dəmləyib. Ümumiyyətlə sizdə bilmirəm necə, məndə isə evi yığışdırandan sonra mənə belə çox belə gözəl ab-hava gəlir. Mən özümü belə istirahət etmiş kimi çox sakit və rahat hiss edirəm. Pəncərədən gələn belə hava da mənə daha da təmiz, daha da belə gözəl olur. Evdə işlərimi bitirəndən sonra bugün 8 mart olduğundan getdik mamagilə. Mamagilə həm biz, həm də bacımgil getdik. Hamımız orada yığışdıq və mama elə belə dayana bilmir. 8 mart olduğuna baxmayaraq mama mütləq nəsə bişirməli idi bizim üçün. Biz tort almışdıq və bugün nəsə hər şeyi tərsinə elədik. Tortu əvvəl tortdan başladıq. Mama isə bu arada
bizim üçün qutab bişirirdi. Bu arada bugün hava o qədər qəşəng idi, o qədər gözəl idi. Tam isti yaz havası idi. Burada isə uşaqlar rəsm çəkirlər və gördüyünüz kimi telefona baxıb rəsm çəkirlər. Özləri üçün sakit burada oturub öz istəklərini yerinə yetirirlər. Bu isə deməli 8 Mart hədiyyələrimiz. Balaca qızlarımıza belə bir Pandora almışdıq. Gördüyünüz kimi nə gözəl belə daşları var. Tam uşaqlara yaraşan bir şeylər və uşaqlar çox şad idi. Onlar xoşlayır belə bir şeyləri, oynatsınlar. Taxmaqdan da çox xoşlayırlar, onları düzsünlər və oynatsınlar. Qutablar da hazırdır. İndi isə biz oturub yemək yeyəcəyik. Sabahsı gün isə bizim balacamızın saçını kəstirməyə getdik. 3 yaşı olmağına baxmayaraq saçını kəsməyə bizə imkan vermirdi. Çox qorxurdu. Ümumiyyətlə pilisos səsindən, fen səsindən, maşınka səsindən hamısından qorxur. Düzdür, başqa belə problemi yoxdur. Amma nəsə bu səslərdən qorxur. Üzünə baxdıqda görünür ki, çox qorxur. Güclə özünü saxlayıb ki, ağlamasın. Надо вначале открыть коробку. Ağlamadığına görə də belə bir pajarnay maşın aldıq ona. Это пожарная лестница, открывай. Bugünə bu qədər. Gələn görüşlərədək abunə olmağı unutmuruq. Эмиль, нравится? А? Ты доволен? Ты доволен?